Bu gördüğünüz məhsul videosunu AI ile hazırladım ve bir biznese 100 azenə satdım. Amma maraqlı isə təkcə videonu AI ile yaratmağım deyil. Əsas məsələ odur ki, bu nəticənin arxasında başqa məhsullar üçün də istifadə edilə bilən hazır bir sistem var. Mən bunu termos üçün etdim. Eyni üsulla sabah ətir, qəhvə paketi, saat, kosmetika, kitab və ya başqa bir məhsul üçün də reklam videosu hazırlamaq olar. İndi sizə bu prosesi addım-addım göstərəcəm. Çox adam işə belə başlayır. Termos üçün keyfiyyətli reklam videosu hazırla. Bu prompt tamamilə səhv deyil, amma çox ümumidir. AI bilmir ki, məhsul hansı materialdandır, hansı rənglər ona daha keyfiyyətli görünüş verəcək, kamera necə hərəkət etməlidir, işıq haradan gəlməlidir, hansı obyektləri və detalları qətiyyən yaratmamalıdır. Buna görə də nəticədə məhsul bəzən plastik kimi görünür, forması dəyişir və video peşəkar reklamdan çox adi AI sınağına bənzəyir. Mən isə əvvəlcə AI üçün qaydaları hazırlayıram, sonra məhsul haqqında məlumat verirəm, ən sonunda isə video promptlarını yazdırıram. Bu iş 6 mərhələdən ibarətdir. Birinci mərhələ AI üçün qayda fayllarının hazırlanması, ikinci mərhələ məhsul şəkillərinin və məlumatlarının toplanması, üçüncü mərhələ ChatGPT-dən 2 ayrı video promptunun alınması, dördüncü mərhələ Google Flow və Gemini 10 ilə videoların yaradılması, beşinci mərhələ musiqi və səs effektlərinin hazırlanması, altıncı mərhələ CapCut-da montaj və yekun videonun ixracı. Gəlin hər mərhələyə termos videosu üzərindən baxaq. Qayda faylları AI üçün kiçik bir məlumat bazası rolunu oynayır. Mən bütün tələbləri bir promptun içərisində doldurmuram. Onları ayrı MD fayllarını saxlayıram ki, hər yeni məhsul üçün eyni sistemi sıfırdan qurmayım. Fayllardan biri rəng tonu haqqındadır. Bu termos üçün ağ studiya, yumşaq boz fon, mat qara gövdə və neytral gümüşü metal detalları seçmişəm. Bu rəng seçimi təsadüfi deyil. Ağ fon məhsulu təmiz göstərir, mat qara rəng ciddi və keyfiyyətli təsir yaradır. Gümüşü hissələr isə paslanmayan poladın həqiqi metal kimi görünməsinə kömək eləyir. Neon rənglər, göy qurşaq əksləri, qızılı metal və həddindən artıq parıltı bu məhsulun görünüşünü düzlaşdıra bilərdi. Növbəti fayl materialların real görünməsi haqqındadır. AI sadəcə real göstər demək kifayət etmir. Termosun gövdəsi mat qara örtüklü paslanmayan polad kimi görünməlidir. Qapaq oyuncaq plastik kimi parlamamalıdır. Ağız hissəsindəki metal səth yüngül fırçalanmış paslanmayan polad təsiri verməlidir. İç hissə qara boşluq kimi deyil, dərinliyi olan real metal səth kimi görünməlidir. Digər fayl işıq qaydaları üçündür. Burada açıq və təmiz studiya işıqlanmasından istifadə olunur. Yuxarı solda yumşaq əsas işıq, ön tərəfdən zəif doldurucu işıq, arxa tərəfdən isə incə kənar işığı görünür. Bu quruluş qara termosun ağ fonda itməsinin qarşısını alır və onun formasını aydın göstərir. Səs tərtibatı üçün də ayrıca qaydalar var. Termos kiçik məhsuldur. Buna görə səslər də onun ölçüsünə uyğun, real və nəzarətli olmalıdır. Qapaq hərəkət edəndə sakit metal klik, hissələr ayrıldıqda yumuşaq mexaniki səs, finalda isə qısa və dolğun bağlanma səsi kifayətdir. Güclü treyler zərbələri, elmi fantastik siqnallar və sehirli parıltı səsləri bu videonun ciddiliyini poza bilər. Ümumi qaydalardan sonra konkret məhsula aid materialları hazırlayıram. Bu mərhələdə məhsulun şəkilləri və 2 qısa MD faylı lazımdır. Birinci fayl Product Description MD adlanır. Burada məhsulun mat qara, paslanmayan poladdan hazırlanmış silindir formalı termos olduğu qeyd edilir. Həmçinin onun dairəvi qapağı, metal ağız hissəsi və yivli boynu kimi vacib detalları yazılır. Ən vacib tələb budur, məhsulun dizaynı dəyişməməlidir. AI yeni termos uydurmamalı, istinad şəkillərindəki məhsulu olduğu kimi qorumalıdır. İkinci fayl Product Video Idea.md adlanır. Burada videonun vizual ardıcılığı yazılır. Əvvəlcə materialı göstərən yaxın plan, sonra termosun tam görünüşü, metal ağız hissəsinin detallı görüntüsü, qapağın yavaşca ayrılması, hissələrin texniki üslubda açılması, sonra yenidən yığılan məhsul və təmiz yekun kadr. Bu fayl ChatGPT-yə yalnız nəyi göstərməli olduğunu demir, videonun hansı hissi yaratmalı olduğunu da bildirir. Dəqiq toxuna biləcəyin qədər real, davamlı və keyfiyyətli. İndi bütün bu materialları ChatGPT-yə veririk. Burada vacib bir fərq var. ChatGPT-dən videonun yaratmasını istəmirəm. Ondan Google Flow və Gemini Omni üçün peşəkar prompt hazırlamasını istəyirəm. Tapşırığı belə qururam. Yekun video 20 saniyə olacaq. Onu 2 hissəyə böl. Birinci prompt 0-10 saniyəni, ikinci prompt isə 10-20 saniyəni əhatə etsin. Hər iki prompt ingilis dilində yazılsın. Məhsulun dizaynı qorunsun və istinad şəkilləri əsas götürülsün. Videoda mətn, loqo, əl, insan, maye, buxar, əlavə məhsul və təsadüfi əşyalar yaranmasın.
Hər promptda zaman ardıcılığı, kamera, işıq, material, səs və neqativ prompt bölmələri olsun. Nəticədə ChatGPT 2 ayrı istehsal promptu verir. Birinci prompt videonun başlanğıcını qurur. Qapağın birləşmə xəttinin yaxın planı, mat qara səth, paslanmayan poladdan ağız detalı və qapağın yuxarı qalxmağa başlaması. İkinci prompt isə hərəkəti davam etdirir. Qapaq ayrılır, termosun hissələri mərkəzi ox boyunca açılır, sonra yenidən yığılır və video yekun məhsul kadrı ilə tamamlanır. Videonu iki hissəyə bölmək vacibdir, çünki AI video modelləri uzun və mürəkkəb hərəkətləri bir prompt daxilində sabit saxlamaqda çətinlik çəkə bilir. İki qısa hissə isə daha ardıcıl nəticə verir. Sonra Google Flow-a keçirəm, məhsulun istinad şəkillərini yükləyir və birinci promptla videonu yaradıram. İlk nəticə hazır olan kimi onu yekun video hesab etmirəm. Əvvəlcə bunları yoxlayıram. Termosun forması sabit qalıbmı? Mat qara material plastik kimi görünürmü? Metal hissələr neytral gümüşü rəngini qoruyurmu? Qapaq düzgün istiqamətdə hərəkət edirmi? Kamera sakit və peşəkar hərəkət edirmi? İşıqda titrəmə varmı? Problem varsa bütün promptu yenidən yazmıram. Yalnız həmin problemi hədəfləyən düzəliş promptu verirəm. Məsələn, məhsulun dizaynını, işığı və kamera hərəkətlərini olduğu kimi saxla. Yalnız qapaq hərəkətini düzəlt. Qapaq yavaş, ağır və mərkəzi ox boyunca yuxarı qalxmalıdır. Belə düzəliş vaxta qənaət edir və nəticənin sabitliyini qoruyur. Eyni prosesi ikinci prompt üçün də təkrarlayıram. Hər iki video hissəsində məhsul, fon, işıq və hərəkət üslubu bir-birinə uyğun olmalıdır. Görüntülər hazır olduqdan sonra səs hissəsinə keçirik. Bu tip məhsul reklamında musiqi məhsuldan daha çox diqqət çəkməməlidir. Musiqi sakit, minimal, müasir və keyfiyyətli hiss yaratmalıdır. Gemini üçün musiqi promptunu bu istiqamətdə yazıram. Musiqi videoya enerji verir, amma metal klikləri və mexaniki hərəkət səslərini örtmür. Əsas qayda budur. Səs ekranda görünən hərəkətin ölçüsünə uyğun olmalıdır. Kiçik məhsul üçün nəhəng və ağır səs istifadə etmək görüntünü inandırıcılıqdan uzaqlaşdırır. Sonra CapCut-da montaja başlayıram. Birinci video hissəsini zaman xəttinə yerləşdirirəm, ikinci hissəni onun ardınca əlavə edirəm. Keçidə uyğun olmayan kadr varsa, onu kəsirəm ki, hərəkət daha təmiz davam etsin. Sonra fon musiqisini əlavə edib səsini aşağı salıram. Ehtiyac olarsa, qapaq açılarkən metal kliki, hissələr ayrılarkən yumuşaq mexaniki hərəkət səsi, finalda isə qısa bağlanma səsi əlavə edirəm. İxrac parametrlərini 1080, 1920, 60 FPS və MP4 format olaraq qoyuram. Yekun videonu mütləq telefonda yoxlayıram. Çünki biznes bu videoları əsasən Instagram Reels, TikTok, YouTube Shorts və WhatsApp statusunda istifadə edəcək. İndi məsələyə biznes tərəfindən baxaq. Müştəri sizdən prompt almır. Müştəri sosial mediada istifadə edə biləcəyi hazır reklam videosu alır. Biznes sahibinə təklifi belə izah etmək olar. Məhsulunuz üçün sosial mediada paylaşılmağa hazır, keyfiyyətli reklam videosu hazırlayıram. Video Reels, TikTok, Shorts və reklam kampaniyaları üçün uyğun olacaq. Bu müştəri üçün daha aydın təklifdir. Burada satılan şey AI deyil, satılan şey məhsulun daha peşəkar təqdim olunmasıdır. Mən bu termos videosunu 100 AZ-ə satdım. Qiymət məhsuldan, videonun uzunluğundan, düzəliş sayından və müştərinin istəyindən asılı olaraq dəyişə bilər. Əsas üstünlüyü isə budur. Sistemi bir dəfə qurduqdan sonra onu müxtəlif məhsullara uyğunlaşdırıb yenidən istifadə edə bilirsən. Bu videonun arxasında 6 əsas mərhələ oldu. AI üçün qayda faylları, məhsul şəkilləri və məlumatları, ChatGPT ilə hazırlanan prompt paketi, Google Flow və Gemini Omni ilə yaradılan video hissələri, musiqi və səs tərtibatı, CapCut-da yekun montaj. Bu sistem sayəsində hər məhsul üçün sıfırdan düşünməyə ehtiyac qalmır. Məhsul dəyişir, amma əsas qaydalar və iş ardıcılığı eyni qalır. Beləliklə AI sadəcə maraqlı görüntü deyil, real biznesə satıla bilən hazır iş ortaya çıxarır. Bu videoda istifadə etdiyim promptları və bütün iş materiallarını Telegram kanalında paylaşacağam. Sən də AI ilə bizneslərə satıla bilən məhsul videoları hazırlamaq istəyirsənsə, kanala abunə ol, videonu yadda saxla və bu sistemi öz məhsul nümunənlə sına. Növbəti videolarda bu üsulu başqa məhsullar üzərində də göstərəcəyik. AI ilə bacar.